Aha. E, Qiymət axırıncı burada bir dənə sel əməliyyatı açıbdır və qiymət düşməyib. Ta trend dəyişibdir. Baxın. Qiymət geri çəkilibdir. Bura çatanda bizim bu yaşıl rəng EMA-mızı görürsünüz. Yaşıl EMA-ya qiymət dəyəndə buradan algoritma yeni bir dənə satış veribdir. Buradakının lotu nə qədərdir? 0.03 ilə buradan birinci satışı verib. Yuxarıdakı neçə ilə veribdir? 0.05 ilə satış veribdir. Qiymət biraz geri çəkildikdə, bura qədər geri çəkilibdir. Sıraza o iki dənə əməliyyatı bağlayıb algoritma. Algoritma o iki dənə əməliyyatı bağlayıb. Ondan sonra ta əməliyyat açmayıb. Çünki hiss edir ki, görür ki, yəni hesablaması ilə ta trend dəyişir. Gözləyib, hara qədər gözləyibdir. Baxın, buralarda alış əməliyyatları gəlməsinə baxmayaraq, görürsünüz, TDI, trend bar, alış əməliyyatları siqnalı veribdir. Amma algoritma almayıb. Nəyə görə? Bu hissədə görürsünüz, trend bar. Mən bunları aktiv etmişəm. Mən bunları aktiv etmişəm. Bu trend buradan qalxıb yuxarıya EMA-lar təsdiq verəndən sonra algoritma trend barı da yoxlayır. Görür ki, bunlar da təsdiq veribdir. Bundan sonra alış əməliyyatlarına keçib trendin tam yüksəlməsini, dəyişməsini təsdiq eləmədən algoritma alış əməliyyatı və yaxud da satış əməliyyatı eləmir. Yeri gəlmişkən burada mən bir şey də göstərim. Əgər burada trend bar martingale prosta qısaltma yazmışam. 2.5 vardı. Yəni birinci əməliyyatdan, ikinci əməliyyatdan, beşinci əməliyyata qədər olan əmrlər ki yoxdur, 5 dənə əmr. Onları açarkən trend filtrini, yəni trend bar filtrini nəzərə alsın, yoxsa yox. Məsələn, siz bunu aktiv etsəz, qiymət geri çəkiləndə, əgər bax, burada qiri rəngdədir şamlar, görürsünüz, qırmızı rəngdədir, sonra qiriyə çönür, qırmızıya çönür, sonra birdən çönür yaşıla. Qiri rəngdədirsə, qiymət geri çəkilmə eləyəndə algoritma lot artırır. Yox, məsəl üçün deyərəm ki, birdən-birə, məsələn, burada qırmızıdır da, görürsünüz, satış əməliyyatı, birdən-birə maviyə çönübdür. Əgər burada korreksiyadan sonra bu maviyə keçsə, ta iki dənə əməliyyatda o əməliyyatları bağlamasa belə algoritma, yəni tek profit olmasa, qazancın götürməsə belə, onları əlində saxlayır, zərərlə də bağlamır, saxlayır əlində ki, onu yeri gələcək bağlayacaq. Qiymət buradan yuxarıya getdikdə algoritma nəyə gözləyir? Gözləyir, gedir buradan şam. Satış verəndə sırası buradan satış əməliyyatı verir və bunları başlayır buradakı aşağıda qalan satış əməliyyatlarını bağlamağa başlayır. Nə vaxta kimin? Trend dəyişənə kimin? Əgər trend dəyişdisə, yuxarı getdisə, başlayır buradakı əməliyyatların toplam məsələsini deyələm ki, misal deyirəm 0.1 lotluq əməliyyat yoxdur, satış əməliyyatı. Trend döndürsə, algoritma avtomatik onun 2 qatı və yaxud da onun yarı qatında, məsələn 0.05 ilə və yaxud da 0.01 ilə əməliyyat açmağa başlayır. Həm buradakıların zərərini çıxadır, həm də ki, burada qazanc eləmiş olur. Qiymət də geriyə dönüb aşağıya doğru gəldikdə isə bunları bağlamağa başlayır. Belə bu sistemindən işləyir. Mən bazarın şəraitinə baxıram, bəzən bunları aktiv edirəm. Baxın, aktiv və yaxud da pasif edirəm. O bazarın vəziyyətinə baxır. Ona görə işlədirəm algoritmanı. Sonra bu real bir dəqiqə keçsin. Demoda parametrləri göstərim ki, mən qarışdırmayaq. Bu da vizual xəttlər, bu oxları istəsəz buradan bağlaya bilirsiniz. Ekranda görsənməsin deyə istəsəz yəni buradan bağlaya bilərsiniz. Sonra EMA, bu həmən o dediyim burada olan bu kontrol paneli yoxdur ekranda.
Burada bu iki dənə parametr ki var. Sizdə bunu izah elədim də bunlar nədir. Məsələn burada BT Bosk 5 deyirsə 5-ci əməliyyatda məsələn bu 1-dən 5 əməliyyata qədəri nəzərə alır. Özüm elə eləmişəm ki, onun yəni daha həssas ayarlar verən riqlovkalar eləmək mümkün olsun deyə bunu özüm belə eləmişəm. 5-ci əməliyyatdan sonraki əməliyyatları məsələn də ki 5-dən sonra neçəsini aça bilərlər? Məsələn 10 dənə, 20 dənə, 30 dənə nə isə. Onları da həmən bu parametr idarə edir. O da budur. Buradan siz impuls bölümündən bu ayarları verə bilərsiniz. Burada əsas ayarları siz bura yazın. Buranı əllə eləb ki, qısa müddətliyinə lazım olanda müdaxilə eləsin. Burada reset var, görürsünüz. Siz resetə basdıqda bu girdilər ki yazıbdır, impuls bölümü. İmpuls bölümündəki əsas ayarlar nədirsə, paneli avtomatik sıfırlayır o ayarlara. Onu yadınızda saxlayın. Sonra fast periodu. Bunlar bu siqnal verməsi üçün, bu trend bar filtrlərin siqnal verməsi üçün olan oxlar ki var. Bunların aktiv hansı periodlarda siqnal versin sizə onu göstərir. Bu da rəngləridir. Nəysə bunları keçirəm. Bunadır. Məsəl bu da eyni şəkildə bayaqları sizə dedim. Bu oxların yaxınlığını göstərir. Şamları olan yaxınlıqların və yaxud da uzaqlıqların buradan reqlovka edə bilirsiniz. Sonra gəlirik əsas məsələlərdən birinə. Martingale sistemi. Buradan əgər Martingale bunu astısa, bu sistem aktivləşir. Bu sistem nə edir? Bizim burada 50 pips yazmışam. Order 1 və order 2 arasındakı pips məsafəsi. Məsəl üçün, buradan biz bir dənə əməliyyat açmışıq. Bu hissədən görürsünüz. Buradan biz bir dənə buy əməliyyatı açdıq. Qiymət əgər gedib take profit olmadısa, geri çəkildisə, biz burada deyirik ki, baxın, məsələn, deyəcək, standart Martingale sistemlərində grid aralıqları var. Siz bir dənə standart bura pips aralığı yazırsınız, pips yazırsınız. Algoritma, məsələn, bu algoritmanın üstünlüklərindən biridir ha bu. O pips məsafəsi tamam olan kimi buradan avtomatik əməliyyat açır. Amma bizdə elə eləmir. Bizdə bu pips aralığını yoxlayır algoritma. Bir EMA-nı yoxlayır. Məsələn, ola bilsin ki, bu şamların ara məsafəsi, məsələn, deyəlim ki, buradan bura kimi, tutaq da ki, məsələn ki, 500 pipsdir. Algoritma buradan 500 pipsdə normalda 10 dənə əməliyyat aça bilər. Bazarın volatiliteli olduğu, güclü olduğu bir vaxtlarda algoritma onu müəyyən eləyir. Tap-tap əməliyyatları açıb sənə zərərə salmır. Onu gözləyir orada ki, belə deyim də, aqressiv hərəkətlər dayansın sonra. Qiymət baxın, buradan bu EMA-ya qədər gəlib çatdıqda, bu EMA-ya dəydikdə, algoritma avtomatik buradan ikinci əməliyyatı açır. Bu iki əməliyyatı da müəyyən bir qazancına ikisini də bağlayır, çıxır. Yox, oldu da ki, qiymət düşdü aşağı, buradan bir əməliyyat açdı, qazancı götürə bilmədi. Biraz da getdi aşağı. Yəni mümkün də həmişə də belə şeylər olur. Aşağıya gələndə ikinci əməliyyatı buradan 50 pipsdən bir dənə də əməliyyat almır algoritma. Buradan bir dənə də əməliyyat almır. Nə edir? 1. 80 pips bu məsafəni gözləyir. Məsələn, baxın görürsünüz 2-5. Yəni 5 dənə burada bizim EMA-mız var. Bu 5 EMA-nın ara məsafəsi. 80 pipslik, məsələn, buralarda görürsünüz 80 pipslik məsafəni ödəyə biləcək bir məsafədir. Cılız bazar hərəkətlərində algoritma tez-tez alıb sata bilir. Aqressiv bazar hərəkətlərində algoritma tələsmir. Gözləyir EMA-lara çatsın. Məsəl üçün, deyəlim ki, buradan gəldi. Bu sarı rəng ki, gold rəngində bizim EMA-mız ki var. Qiymət gəlib ona dəyəndə buradan bura normalda 80 pipsdə açmalıydı, amma 80 pipsdə açmır. Çünki bazarın volatiliteli olduğunu görür, yəni həcmin çox olduğunu görür, açmır. Gözləyir gəlsin bura.
Gəlib EMA-ya çatdıqda algoritma birdən sırası bir dənə əməliyyat açır. Qiymət biraz geriyə çəkilən kimi, əgər sizin burada Recounter sistem ki var, əgər 3 yazılıbdırsa, bizim burada deyəlim ki 2 dənə əməliyyatımız var. Buradan açdığı əməliyyatı biraz belə geri gedən kimi sırası birinci bu əməliyyatda bağlayır, üstdəki birinci açdığın əməliyyatda bağlayır. Sonra isə gözləyir qiymətin biraz da aşağısına gəlməyə. Qiymət əgər getsə yuxarı, yuxarıdakını da yenə də karla bağlayır. Yox, getməsə, qiymət biraz qaçsa bura yenə korreksiya eləməyə. Buradan bir dənə əməliyyat alır. Neçə? 2 dənə əlində əməliyyat olur. Qiymət biraz geri çəkilən kimi buradakı əməliyyatı da bağlayır. İmkan vermir ki, algoritma əlində çox əməliyyat yığsın. Bunu bu şəkildə bağlayır. Tutaq da ki, qiymət yaxşı, gələm heç bunları bağlamadı. 3-cü əməliyyatda açdı. 4-cü aşağıya gəldisə, yenə algoritma 80 pipslik ara məsafəsini yoxlayır. Sonra əgər EMA-ya dəyibdirsə, məsəl üçün turuncu rəng EMA-ya dəyibdirsə, ondan sonra əməliyyatını açır. Deyəlim tutaq da ki, qiymət biraz da yenə aşağı. Bu səfər yenə 80 pipslik yoxlayır. Əgər siz 80 pipslik bir məsafə şərti varsa və EMA-da dəyirsə, yenidən buradan bir əməliyyat açır. Belə. Sonra isə algoritma nə edir? Başlayır, EMA-ları qutardağı bütün EMA-ların hamısını keçibdir. EMA-ların hamısını keçibdir. Bu səfər 120 pipslik və yaxud da 500 pipslik indi siz nə təyin eləsəz, o pips aralıqlarına çatdıqca yenidən əməliyyatlar açmağa başlayır. Algoritma alış edir. Qiymət də hər dəfə belə zigzag elə, bax bu şəkildə zigzag elədikcə onlar 1-1-1-1-1-1, çünki sənin burada Recounter sistemin var. O sistem aktiv olduqda onlar bir-bir hamısını bağlayır. Heç qiymətin oraya gəlib çıxmasına, geri qayıtmasına ehtiyac olmur. Elə burada 1-2 dənə belə zigzag eləyəndə onların hamısını bağlayır. Buralarda mən sənə bir dənə nümunələr göstərim də, bir dəqiqə real hesaba keçək. Baxın, görürsünüz. Buralarda elədiyi zigzaglar da nə qədər əməliyyat bağlayıbdır. Biraz da geriyə gedək. Baxın. Buradan qiymət belə uçub gedibdir bura. Burada bir dəfə buradan bir dənə satış eləyib. Qiymət geri çəkilib. Baxın. Geri çəkilibdir. Ən altdakı ilə burada aldığı əməliyyatı bağlayır. Bir dənə əməliyyatı qarı burada. Bunu nə edir? Bunu da qiymət burada bir dənə zigzag eləyir geriyə. Aşağıya gələn kimi bunu da bağlayır. Ta buradan qiymət yuxarıya döndüyü üçün ta satış eləmir. Gözləyir. EMA-lar yuxarıya çıxdıqdan sonra başlayır alış əməliyyatlarına. Bazarın hər cürə sifəti var. Buradan avtomatik qiymət düşür aşağı. Baxın, qiymət aşağı düşdüyünə görə burada bizim alış əməliyyatlarımız qalır, zərər yazır da bunlar. Burada görürsünüz, qiymət bir neçə dəfə belə aşağı yuxarı eləyən kimi buradakıların hamısını qazancla bağlayır və qiymət trend aşağıya düşdüyü üçün satış mövqeyi gözləyir algoritma. Satış mövqeyi də harada gəlib? Burada gəlibdir ki, satış mövqeyi. Buralardan belə sabah hal-hazırda satası da gedir. Bura qədər satıbdır. Burada trendin görür ki, trend gedir yuxarı, amma EMA-nın altındadır deyən trend EMA-sını. Nə alış, nə satış eləmir. Biraz da geriyə gedək. Buralarda görürsünüz necə ki şey akuratını. Bazar sakit, stabil hərəkət edir deyən alış satışlarını eləyib. Bax. Burada satışlar eləyibdir. Buradan bir satış. İndi bunu sizə göstərim. Burada görün nə qədər bir məsafə var. 40 minlik bir şey var. Nədir? 40 min pipslik bir məsafə var. Yəni qızılda bu boyda hərəkətdə Liboy algoritmi beliyin qoyur yerə. Deməli, neçədir bunun səviyyəsinə baxın. Birinci əməliyyatın satışını eləyibdir. 4409 dollarda eləyibdir. Algoritmalar bunlar harada? 4780 dollarda. Arasında 300 pipsə yaxın bir məsafə vardı. Buralarda niyə algoritma satış eləməyib? Çünki mən özüm bağlamışdım. Nəyə görə bağlamışdım? O günkü ayın 29-u idi da. Qiymət ki, buradan belə cumbuldadı bir neçə dəqiqənin içində, yarım saatın içində də. Yarım saatın içində neçə pips düşdü? 45 min.
45.000 pipslik bir məsafə, yəni çox böyük məsafədir. Yəni normal alqoritmalar bu meydi qalar burada. Alqoritma məndə burada alqoritma həmin bu parametrlər açıq idi deyə. Burada alqoritma gördü ki, qiymət gedəcək aşağı, alış əməliyyatı eləmədi, saxladı. Alış əməliyyatı eləsəydi belə, məsələn deyək ki, buradan bir alış əməliyyatı etsəydi belə. Bir dənə əməliyyat eləyəcəkdi, məsələn deyək ki, mənim tutaq ki 100 minlik bir balansım yoxdur. Bu buradan 0,1-dən bir dənə alış əməliyyatı eləsəydi belə, yəni 100 minlik balansa bu heç nə eləməz. Nəyə görə heç nə eləməz? Çünki bu buradan bir dənə əməliyyat açır, avtomatik trend güclü dəyişdiyi üçün bizim buradakı bu sistem ki var, trend bar sistemi, o artıq alış əməliyyatlarına, yəni normal standart martingale sistemlərindəki kimi tappa-tap alış əməliyyatlarını düzsün, arxa-arxaya zərər versin, o olmur bunda. Buralarda hal-hazırda yəni alış əməliyyatları gedib, trend yüksəlişdədir, hamısında alışdır. Baxın, qiymət biraz aşağıya gedən kimi dayandırıbdır alış əməliyyatını. Gəlib buralarda nə edibdi? Korreksiya, yenə alışa keçən kimi cübbə-cübb başlayıb alış əməliyyatlarını eləmək. Eyni bu şəkildə də yəni davam eləyir. Bu EMA-lar niyə belə qısa göstərir? Mən bunlar vizual xəttlərdir, yəni əsas EMA alqoritmanın arxa planında işləyir. Mən burada bazara da tam hakim ola bilmək üçün özüm bunları vermişəm. Bunu da uzalda bilirsiniz. Buradan parametrlərdən ən aşağıda burada 220 yazmışam. Bunu məsələn ki 2000 eləsən bütün ekranı dolduracaq qədər bu xəttləri çəkəcəkdir. Burası da ehtiyac yoxdur, çünki sənə lazım olan son hərəkətlərdir. Bundan yəni kompüteri yormağa ehtiyac yoxdur. Çünki bu alqoritmanın arxa planında mən o qədər buna taktika yazmışam ki, yəni belə deyim, bir süni intellekt kimi bu fikirləşməyə başlayır. Bir əməliyyat açacağı zaman nə qədər yerdən yoxlanış eləyir ki, bu şərt, burada mən bunu açsam, bu əməliyyatı hansı səhvlər ola bilər? Mənə necə təliyə sala bilər? O təliyə düşsəm necə çıxacağam? Bunların hamısını hesablayıb ona görə alqoritma açır. Yəni çox da ona görə mən bəzi şeyləri aktivləşdirmirəm ki, çox uzun eləmirəm. Məsələn, görürsünüz burada trend ox işarələri var. Məsələn, buradan sonra da ox işarələri göstərmir. Ondan da mən ədədlərini özüm belə limitdə eləyirəm ki, çox yəni geriyə yığıb qrafik kompüterin hesablaması yormasın kompüteri. Belə. Sonra gələk bura baxaq hansı. Ya bunları dedik. Bunlar ara məsafələrdir ki, alış satışlar arasındakı neçə pipsdən bir alsın satsın odur. Bu EMA 1-in ya EMA 2-nin, yaşıl EMA-nın EMA periyodudur. Sonra bu ikinci orderin, məsələn ki 0,1 ilə birinci əməliyyatı açırsa, məsələn ki 0,01 ilə ilk əməliyyatı açır alqoritma. İkinci əməliyyatı, əgər o take profit olmadısa, geri çəkildisə qiymət, biraz ucuzlaşdısa, ikinci əməliyyatı birinci əməliyyatdan nə qədər böyük açsan, buradan onu müəyyən edirsən. Eyni şəkildə bu digər, məsələn, 3-cü EMA-nı, 4-cü EMA-nı, ta ki burada gəlir, bax, martingale maksimum order. Deyirsən ki, bu lot artırmanı neçə dənə əməliyyat dalbadal asdıqdan sonra alqoritma dayansın, artırmasın. Burada sən neçə yazsan, alqoritma o qədər əməliyyat asdıqdan sonra dayanacaq. Sonra və burada da 1.5 yazmışam. Burada deyirəm ki, digər əməliyyatların ən son açılan əməliyyatdan 1.5% böyük açışla. Məsələn deyək ki, axırıncını bir lotla açıbdırsa, misal deyirəm. Bu 10 dənə əməliyyatı, bunların hamısını ən son əməliyyatdan 1.5% artıq açacaqdır. Martingale sistemimiz bura qədər, yəni tamam oldu. İndi keçirəm mən mirror sisteminə. Bu mirror sistemi nədir? Mirror sistemini ikinci videoda çəkəcəyəm. Videoda çox uzanmasın, bu 1 saata çatdardasa.